Qız Qalasının yaxınlığında yerləşən Muzeum restoranına gəldik. Bu restoran Bakının ən turistik və tarixi bölgələrindən biri olan İçəri şəhərdə yerləşir və xüsusilə Qız Qalası mənzərəsi ilə seçilir. Bu restoranın ən diqqət çəkən xüsusiyyətlərindən biri onun 4 mərtəbəli olmasıdır. Hər mərtəbə fərqli bucaqdan şəhərə baxış təqdim edir. Biz üst mərtəbədə oturduq. Bura ən çox bəyənilən mərtəbədir. Çünki buradan Qız Qalası çox yaxın və aydın görünür. Sanki əlinlə toxuna bilərsən. Biz 12 manata bir çaynik qara çay, qızım üçün isə 12 manata bir dilim cheesecake sifariş etdik. Açığı cheesecake gözlədiyimizdən də dadlı çıxdı. Həm yüngül, həm də krem kimi yumşaq idi. Yanında içdiyimiz isti çayla birlikdə çox gözəl uyğunlaşdı. Qeyd edim ki, burada hesabın üzərinə əlavə olaraq 10% servis haqqı da əlavə olunur. Ümumilikdə 26 manat 40 qəpik ödədik. Əgər həm tarixi abidəni izləmək, həm də sakit, zövqlü bir mühitdə oturmaq, dincəlmək istəyirsinizsə, bu məkan həqiqətən də yaxşı seçim ola bilər.